Sahibkarlar adətən deyirlər ki, məsəl üçün, müştəri məmnunluğu bizim üçün ən öndədir. Biz daima müştərinin diqqətinə və onun arzu istəklərinə uyğun olaraq öz xidmətlərimizi qururuq. Amma əslində bir neçə dənə sual verəndə baxırıq ki, bu tamamilə belə deyil. Deməli, dünya statistikasında çıxarılan bir rəqəmlər var ki, narazı qalan insanın ortalama olaraq 2-5% şikayət edir. Məsələn, siz 1000 nəfərə xidmət göstərmişsiniz, 100 nəfər sizdən narazıdır. Onun 2-si, 3-ü, 4-ü, 5-i sizə bildirir ki, bu nə xidmətdir, bu nə məhsuldur mənə vermişsiniz. Yerdə qalan 95-i, 97-i, 98-i susur və nə baş verir? Sahibkar əyləşib, ona şikayət gəlir ki, bəs deyirlər ki, siz bizə məhsulu səhv göndərmişsiniz. Deyir, ola bilər, yəni bu 1000 dənədən bir olan hadisədir, bizdə yəni sistem idealdır, heç bir problem yoxdur. Bəzən də bunu ciddiyə almır ki, yəqin ki, o müştəri öz-özlüyündən bunu deyib. Çünki bizdə birdən ki, belə şey olmayıb, bax. Amma əslində olub, sadəcə olaraq o insanlar susub. Və bu tip baş verdikcə nə olur? O 2 nəfər plus o 98 nəfər şikayətə qarşılanmırsa, təxmini belə bir müxtəlif ədəbiyyatlarda fərqli deyir ki, onlar 5-7 nəfərə sizin xidmətlər haqqında gedib neqativ danışırlar. Yəni, mən 1000 nəfərə xidmət göstərdim, 100-ü məndən razıdır, cəmi ikisi gəldi, dedi ki, sizdən narazıyam, yerdə qalanı isə 5-7 nəfərə danışır. 100-ü 5-7-yə vuranda 500-700 nəfər edir. Yəni, mənim 900 nəfər razım var idi, artıq 500-700 nəfərdən narazım var, amma mənim xəbərim yoxdur. Və mən bu prosesi davam elətdirəm. Yenə o 100 nəfər, başqa 100 nəfər narazı qalır, axı heç nəyə dəyişməmişəm, ciddi almamışam. Onun içindən yenə də o 98-i 5 qatına məlumat ötürür və əslində gözə görünməz bir icebergdə böyük bir təlatüm yaranır ki, əslində məndən 10.000 adam narazıdır, 600-700 dənə də mənim daimi müştərim qalır. Bir müddətdən sonra şirkət baxır ki, reklama nə qədər pul qoysa da, nə qədər kampaniya eləsə də alıcılıq o səviyyədə deyil. Niyə? Çünki gələn şikayətin 50 misli olduğundan xəbərsiz oldu. Çox sadə bir alət deyirəm ki, sizə gələn şikayətləri neçə dənədirsə ay ərzində vurun onu 50-yə, rahat şəkildə biləcəksiniz ki, bu qədər adamda sizdə sıxıntı yaradırsınız. Təsəvvür edin ki, 100 nəfər adam bir gün ərzində və yaxud da bir ayın ərzində dayanmadan yeni mövzudan şikayət edir. Bu sizin üçün çox ciddi bir rəqəm olar da ki, nə baş verir? 100 nəfər necə şikayət edə bilər? 100 nəfər sosial şəbəkədə sizi təq eləyibdir, 100 nəfər qapınızın ağzında durubdur, 100 nəfər digər dövlət qurumlarına şikayət edir. Bu sizin üçün çox ciddi bir şey olar. Əgər hamısı eləsəydi, düzdür? Və nə edərdiniz? Ciddi tədbir alardınız. Bəs yaxşı, əslində elədir də. Sadəcə olaraq indi insanlar, bəziləri düşünür ki, ona fikrimi desəm nə olacaq, kimdir bu şikayətə baxan və yaxud da mənə demagog deyəcəklər və yaxud da mənə gələcəkdə bu məhsulu vaxtında çatdırmayacaqlar, əgər sizinlə daim işləyəndirsə. Ona görə susur. Susmaq da sizi böyük bir sükuta, böyük bir uçuruma aparır və siz də o komfortdan zövq alırsınız ki, danışan yoxdur, şikayət edən yoxdur, nə yaxşı. Və belə-belə də şirkət getdikcə batır. Yəni, şirkət rəhbəri arzu eləməlidir ki, onun şikayətçisi çox olsun. Şikayətçilərin özü pulsuz konsultantlardır. Siz istiqamət verirlər. Sadəcə oturun, onların dediklərini dinləyin, onlara uyğun tədbir görün və onlara geri dönün. Bax, bu mütləqdir. Şikayətçiyə geri dönmürüksə, nə qədər düzəldək, onun heç bir mənası yoxdur. O deyəcək ki, mən 50 dəfə yazdım, heç mənə bir dəfə deyən olmadı ki, bu şikayətin axırı nə oldu? Və sizin haqqınızda o negativ fikirlər davam eləyərək gedəcəkdir.